Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində torpaq sahələrinin suvarma suyunun təminatında əsas rol oynayan Araz 1 və Araz 2 nasos stansiyaları artıq yeni bir mərhələyə qədəm qoyur. Mənbəyi Araz çayı olan Araz 1 və Araz 2 nasos stansiyaları vasitəsilə Babək rayonunun Nehrəm qəsəbəsi, Çeşmabasar, Küznüt, Araz kəndlərinin torpaq sahələri suvarılır. Uzun illərdir istismar olunan təzyiqli boru xətti zamanla koroziyaya uğramış və öz istismar müddətini başa vurmuşdur. Bu səbəbdən də il ərzində yüzlərlə qəza halları qeydə alınır. Həmin qəza hallarının aradan qaldırılması, təzyiqli boru xəttinin təmir bərpası işin ləngiməsinə səbəb olur. Nəticədə torpaq sahələrinin suvarılmasında fasilələr yaranır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası istiqamətində həyata keçirilən iri miqyaslı layihə sayəsində nasos stansiyaları yenidən qurulur və təkmilləşdirilir. Layihə əsasən nasos aqreqatlarının gücləri artırılır, təzyiqli boru xəttlərinin diametri böyüdülür və nəticədə su sərfi 1,4 kubmetr saniyədən 2,5 kubmetr saniyəyə çatdırılır. Layihə başa çatdırıldıqdan sonra 1000 hektar suvarılan torpaq sahəsi ilə yanaşı 2000 hektara yaxın torpaq sahəsinin suvarılmasının təminatı da yaxşılaşdırılacaqdır. Əhalinin su təminatı məsələsi bir millətin gələcəyinə yatırımdır. Bugün gücü artırılan nasos stansiyalarının boru xətləri isə məhz bu gələcəyin təməlidir. Sözü gedən layihənin tikintisi Hovers Qrup Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılır. Hal-hazırda olduğumuz yer Nasosxana 2 stansiyasının yeridir. Nasosxana 2 stansiyasının bir nömrəsi qazılıb, kipləşmə işləri bitib, şebenləmə işləri davam edir. Beton hazır qatına planlaşdırmışıq. Sağımda gördüyünüz 1500 kubluq su anbarıdır. Onun döşəməsində dəmir beton işləri gedir. 16.000 metr uzunluğunda D1220 metr polad borumuz var. Onun da 1200-1300 metr aralığında qaynaq olunub, izolyasiya olunub, xəndəyə qoyulub, üstü örtülmə əks dolğu işləri gedir. 3000 metrəsi kənarda qaynaq olunub, 7 kilometrə yaxın dəmir borumuz gəlib, ərazidədir. Layihənin müddəti 26 aydır. 2028-ci ildə inşallah çalışacaq vaxtından əvvəl layihəni bitirib, suvarma suyunu təmin edək. Ümumiyyətlə, sözü gedən layihə minlərlə hektar torpaq sahəsinin suvarılmasını təmin edərək Muxtar Respublikanın kənd təsərrüfatının inkişafına təkan verəcək, regionun ərzaq təhlükəsizliyində mühüm rol oynayacaq. Hafizə Əliyeva, Təxminə Babayeva, Namiq Abbasov, NTV Xəbər.